Bunlarda dolanmalıdır. Biz nə vaxta kimi bu insanlara qara camaat kimi yaşayacağıq? Mən açıq deyirəm. Heç kim inciməsin. Xaqani o zaman deyərdi ki, qoy mənə deməsinlər Xaqani, mən yoxsullaşarım, xalqalıyım xalqani. Mən burada qara camaatın nümayəndəsiyim. Nə vaxta kimi qara camaat? Mən istəyirəm xalqın millət olsun. Böyle biz deyirik, elə olar, elə nə olub ona dözəcəklər. Axı biz bilirik, elə deyirik, hər şey yaxşıdır, vallahi yaxşı deyil axı. Ha, belə bağırır, adım maşınlar çox nədir, hamısı köynə, nə bilim mən, inomarkalarda. Xəstəxanalara gedir, hamısı doldur, bizə deyirlər, restoranlar doldur. 1 milyon yaşayır, 9 milyon da yaşamalıdır. Hara baxırsan, belə bu çətinliklər var. Mən xahiş edirəm hökumətdən, ciddi şəkildə xalqımız haqqında da düşünsün. Bu qədər gələn gəlirlərdən xalqımıza da, o qara camaata da yönəldilsin. Mən çox xahiş edirəm. Tək özümüzə yox. Təşəkkür edirəm.